Salam dostlar, hər birinizi salamlayıram. Bugünkü dərsimiz Face to Face kitabındandır. İlk dərsdir. E, A1 səviyyəsidir. Dərs dərslik həm tələbə kitabı, həm də iş dəftərindən ibarətdir. İlkin olaraq iş dəftəri kənara qoyub tələbə kitabından dərsi keçirik. Daha sonra isə ev tapşırıqlarını siz özünüz evdə işləyə bilərsiniz və növbəti dərsi yoxlaya bilərik. Deməli, 1A və ingiliscəsində isə 1A What is your name başlığı ilə başlayır. Yəni adınız nədir və yaxud da adın nədir? Bu dərslikdə bildiyiniz kimi tapşırıqlar var. Bu CD-də, CD1-də siz şəkillərə baxıb və danışıqlara qulaq asa bilərsiniz. Bu hissələri özünüz eləyə bilərsiniz. Mən isə əsas ilkin olaraq başlamamışdan əvvəl şəxs əvəzliklərini, ingiliscəsində olan şəxs əvəzliklərini izah etmək istəyirəm. Şəxs əvəzlikləri ingiliscəsində nədir? I, mən, you, sən və ya da bu siz də ola bilər. Sadəcə izahlı olsun deyə bu fərqli formada yazdım. He, o kişi cinsində, she, o qadın cinsində, it, o cansız cins. Yəni bu heç bilməyənlər üçündür. We, biz, you, siz, they, onlar. They, yəni dil pəltək formada deyil. Dil dişin arxa tərəfinə, uc hissəsinə toxunuq, ön dişlərin. They, yəni bu z deyil. Bizim dilimizdəki z hərfi deyil. Pəltək z. Daha sonra yiyəlik əvəzlikləri haqqında danışmaq istəyirəm. Yiyəlik əvəzlikləri nədir? My, mənim, your, həm sənin, həm də sizin. His, kişi cinsində onun, kişi cinsi. Her, onun qadın cinsi. Its, onun cansız cins. Yəni cansız olan əşyanın, məsələn, əşyanın nəysə, kitabın üzü misal üçün. Yəni onun üzü dedikdə, cansız cinsdə. Daha sonra our deyə oxunur. Bizim, your, sənin demişdik, həm də sizin mənasını verir. Their, pəltək the, their. Z ilə qarışdırmayın. Görürsünüz? They və their. Onların. Deməli, ilkin olaraq həm şəxs əvəzliklərini mən, sən, o, biz, siz, onlar, I, you, he, she, it, we, you, they, my, your, his, her, its, our, your and their. Bunları öyrənib yadda saxlayırıq. Daha sonra isə ən önəmli və feillərdən biri to be-dir. To be Azərbaycan dilində olmaq kimi tərcümə olunur. Amma ingilis dilində daha asan izah etmək üçün belə bir izah verim. Məsəl üçün, mən tələbəyəm. Qarşılıqlarına baxaq hər bir sözün. Mən öyrəndik ki, ay deməkdir. Dili dəyişim. Ay deməkdir. Tələbə də a student. Gördüyünüz kimi mən və tələbə sözlərini tapdıq. Və rənglərini dəyişək ki, daha aydın izah olunsun. Mən sözünü tapdıq. Ay. Tələbə sözünü tapdıq. Artikılla bir yerdə, yəni hər hansı bir tələbə. Bunu da bu rəng edək. Yaşlı içək, daha yaxşı olar. İndi qaldı yam, yəm şəkilçisi. Tələbəyəm. Bu isə təbii ki, to be olacaqdır. To be də formasını dəyişir. Olur am.
I am a student. Qısa yazsaq, qısa apostrofla yazırlar. I am a student. Hər iki formada da işlədə bilərsiniz. Deməli, bu misal əsasında digər formalara baxaq. Məsələn, sən tələbəsən. Necə deyərik? Sən tələbəsən. You yazdıq qarşılığını. Yenə tələbə sözünü tapdıq. A student bilirdik. Qaldı san sən şəkilçisi. Bu sonundakı san sən şəkilçisi. O nədir? You are. Are da qarşılığını qoyduq. Deməli oldu. You are a student. Sən tələbəsən. İndi nə edirik? Qısa formada yazırıq. Qısa formasa uzun yazmamaq üçün qısa formanı istifadə edirik. Qısa forma qeyri-formal danışıqlarda və yazılarda və yaxud da ki, dostlar arası məktublarda işlənir. Ancaq rəsmi məktublarda, rəsmi yazışmalarda uzun formadan istifadə olunur. You are a student deyə yazılır. Daha növbəti hansı şəxs əvəzli vardı? He. Ya he, ya she, hər birini ayrıca yazmıram və yaxud it, is olar təbii ki. He is student. Təbii ki, it is a student olmaz, sadəcə izahlı olsun deyə yazırıq. It's a book olar, məsələn, kitabdır, bu kitabdır. Qısa olsa, yenə he, apostrof s, she, apostrof s, it, apostrof s kimi yazılır. Növbəti deməli, we qaldı. Yenə are olur. You are olur, bayaq da demişdik. They yenə də are olur. Bunları daha detallı izah eləmirəm. Biz tələbəyik, yekik şəkilçisi. Siz tələbəsiniz, sınız şəkilçisi. They are, onlar tələbədirlər. Və ya tələbədir. Şəkilçiləri are kimi izah olunur. Yəni, to be forması öz formalarını dəyişir. I-də am olur. You are olur. We are olur. You are olur. Yəni they are olur. Sadəcə he-də, she-də, it-də is olur. Aydındır. Deməli. Bəs bunların sual forması necə düzəldirik? Demişdik I am a student. Sual forması olsa sadəcə bunu götürüb qabağa atarıq. Yəni am I a student? Mən tələbəyəm. Are you a student? Siz tələbəsiniz. Is he, she, it fərqi yoxdur. She və yaxud da ki it. Student bayaq dediyimiz kimi cansızdan tələbə olmazdı, sadəcə nümunə olsun deyə. Is he, she, it a student deyə qeyd edirik. Yenə də are we students? Cəmlənir, çünki biz tələbəyə çoxdur. Are you students? Are qabağa keçdi. Are they students? Onlar tələbədirlərmi? Belə. Sadəcə qabağa atırıq. Bəs inkar necə düzəldərik? Bu yazdığımız I am a student-ın arasına sadəcə not əlavə edərik. I am not a student. Və yaxud da ki, bura eyni şeydir. I am not a student. Sən tələbə deyilsən Azərbaycan dilində. Deyil sözü olur. You are not a student. Sadəcə not əlavə edirik. Qısa formada yazsaq. You are not yazarıq və ya you aren't. Bu formada qısalma formalar ola bilər. Aydındır. Əgər bunlar aydındırsa, biz keçək kitabımıza. Kitabdan ilk olaraq bu boşluqları doldurmalıyıq. Bu boşluqları doldurmaqdan ötəri
Hello. Hello nədir? Salam deməkdir. Salam həm hello var, həm də hi var. Hi var və hello var. Hi ilə hello'nun fərqi nədir? Hello daha rəsmidir, formaldır. Müdürə falan hello demək olar. Hi isə daha qeyri-rəsmidir. Dosta, tanışa deyilən salamdır. Deməli, hello, I am Stefan. Bax, bayaq izah etdik ki, I nədir? Mən. Stefan da addır. Mən Stefanam. Am şəkilsiz. Mən Stefanam deyə olur. Mən yaxşıyam. Fine yaxşı deməkdir. Lüğətə yazaq fine yaxşı deməkdir. Mən yaxşıyam. I apostrof M-dən qısalmış forması. Sadəcə bura I sözünü qoyuruq. I am fine. Name is apostrof S qısaldılmış formada is. Emel. Nə olar burada? Addır Emel. Deməli, mənim adım Emeldir. Ya I qoyacaq burada, ya my. My name is Emel. Sonra, how are you? Sənin necəsiniz? How nə deməkdir? Necə deməkdir? Are sinir şəkilçisi və you siz və yaxud da ki sən. Nice qəşəng deməkdir. Lüğətə bilmirsə yazaq. To meet iki mənası var. Həm tanış olmaq deməkdir, həm də görüşmək deməkdir. Nice to meet you. Bu bir ifadədir. Tanış olduğumuza şadam. Sizinlə tanış olduğumuza şadam. You sözünü bura qoyuruq. Sizinlə də tanış olduğuma şadam. Uzun formada desək, nice to meet you too. To həmçinin dadə şəkilçisidir. Nice to meet you too və yaxud uzun uzadı deyərik. Bura bir to əlavə eləyərik. Sadəcə deyərik. Və yaxud da ki, o boyda izah etməyə gərək yoxdur. Bunu uzatmırıq bu qədər. Ona görə sadəcə deyirik ki, qısaca you too, yəni sizinlə də. Bura bir dənə you yazırıq. Dialoqda növbəti nədir? Bəs soruşdu, mənim adım filan kəsdir, mən yaxşıyam, təşəkkürlər, thanks, sizinlə tanış olmaq şadam və sizin adınız nədir soruşar. Sizin adınız indi nədir? What, nə, dir, ad. Deməli, bura nə qoymalıyıq? Yəlik əvəzliyi olan sənin və yaxud da sizin olan your. R-lə bitir. Your. Aydındır? Deməli, digər tərəfdə dialoqa fikir verək. Hello, I am Stefan. Salam, mən Stefanam. What is your name? Adınız nədir və yaxud adın nədir? Hello, my name is Emil. Salam, mənim adım Emildir. Yəni mənim sözünü tapdıq, ad sözünü tapdıq. Dir Emil. Quraşdıranda mənim adım Emildir. Nice to meet you. Tanış olduğumuza şadam. Bu bir ifadədir. You too sizinlə də. Yəni mən də tanış olduğuma şadam. Hi Anita. Salam Anita. Hi Tim. How are you? Necəsən? How nədir? Necə? Necəsən və necəsiniz? I'm fine. Yaxşıyam. Fine. Good'un sinonimidir. Yaxşı. Thanks. Təşəkkürlər. And you. Bəs sən. Burada və and və deməkdir. Amma bu kontekstdə bəs mənasını verir. Bəs siz. I'm okay. Okay, yəni yaxşı, amma yəni pis deyil də, yəni alababat. I'm okay. Pis deyiləm, yəni yaxşıyam. Thanks, təşəkkürlər. Sonra sonra deməli buranı təmizləyək. Deməli rəqəmlərə fikir veririk. Rəqəmlərdən rəqəmlərimiz 0 CD1-dan qulaq asa bilərsiniz. Burada qeyd olunubdur. Əvvəlcə 0-dan 12-yə qədər öyrənirik. 0, 1, 2, 3, 3th hərfi th kimi oxunur. 3, 2 dənə i, yəni hərfləri Azərbaycan dilində uzanır. 3, 4 uzanma var. 5, 6, 7, 8,
9, 10, 11, 12. Məncə bunu çox adam bilir, çox sadədir. Və telefon nömrələrini necə deyirik? Bayaq öyrəndik ki, what nə deməkdir? Dırdır, izdir. Your sizin deməkdir. Mobile bizim dilimizdə də mobil. Number nömrə deməkdir. Birləşdirsək sizin telefon nömrəniz nədir? Sizin telefon nömrəniz nədir? Cavab verəndə Azərbaycan dilindən fərqli olaraq Azərbaycanda məsələn nömrələri 254, 58, 27 misal üçün belə deyirlər. E, İngilis dilində isə bunları tək-tək deyirlər. It is, yəni o, bu nömrədir, yəni o, ya zero deyər və ya da o da deyərlər. O, 7, 1, 1, 9, 5, 4, 5, 2 dənə olarsa bəzən 4, 4 da deyərlər, bəzən double 4, yəni 2 dənə 4. Double 4, double sözü bilmiriksə lüğətə yazaq. Double. Double ikili deməkdir. 2 dənə yəni bir şeydən ikili. Yəni 2 dənə 4. Double 4, məsələn double 2, double 1, 2 dənə. Double 4, 7, 6, 8. So, digəri, what's your home number? Home bilmirsə yazaq ev deməkdir. House, home. İkisi də ev sözüdür. What's your home number? Ev nömrəniz nədir? It's 020 və ya da 0200 767622, yəni 2 dənə 2, 3474. Bunları öyrənirik, çoxlu yazırıq, praktik eləyirik və lüğətdə də burada da rəqəmləri bir-bir qulaq asırıq ki, qulağımız alışsın. Növbəti dialoqumuza fikir verək. Növbəti dialoqumuz, siz burada dialoqa da özünüz qulaq asa bilərsiniz diskdən. Burada isə Polly, this is David. Polly, this bu deməkdir. Bunu yazarsınız bilmirsinizsə. Is-dir. Bu Daviddir. Hello David, salam David. Nice to meet you. Bax, öyrəndik ki, tanış olduğumuza şadam. You too, yəni sizlə də tanış olduğuma şadam, sizlə də. Goodbye, sağ olun. Mickey. Bye Lucy. See you soon. See görmək deməkdir. To see feili görmək deməkdir. Sadəcə bu bir ifadədir. See you görüşərik deməkdir. See you, see görmək deməkdir, amma sadəcə see you deyəndə bunu görmək mənası olur. See you. Soon da tezliklə deməkdir. See you görüşərik. Soon isə tezliklə deməkdir. Soon. Yan-yana qoyanda see you soon, tezliklə görüşərik. Lüğətə də yaza bilərsiniz. Hələlik bu qədər. Ev tapşırığında isə bircə saniyə. Ev tapşırığında isə bu kitabın internetdən tapa bilərsiniz. Çalışma kitabı var. Çalışma kitabından 1A və 1B-ni işləyə bilərsiniz. Bir A, bir B. Görürsünüz, what's your name? Boşluqları doldururuq. Müvafiq sözlər burada qeyd olunub. Biz baxaraq buradan boşluqları doldururuq. Mənaya uyğun olsun. Və düz olduğunu bir yerdə gələn dərsimizdə yoxlayacağıq. 1. Hələlik sadəcə bir A-nı işləyə bilərsiniz. 1B ölkələrdir. Adlarını yazmaq olar. Və növbəti dərsimizdə bunları da işləyəcəyik. Hələlik.